Salamünaleyküm hörmətli izləyicilər. Bir dəqiqədə 170-in astronomikasının düz yanında gördüyünüz kimi var. Yoldan 50 metr heç arası yoxdur. Bir dənə gözəl 3 otaqlı evimiz satışa çıxarılıb. Yəni evimizlə sizə tanış edeyim. Baxın, həyətində bir maşınlıq yeri var. Sonra da stor qoymaq üçün yeri var. Kombi, bütün mütləsi, hər bir şey var. Daha sonra evimizi gördüyünüz kimi pəncərələrin hər biri dəmir reşot qaldı. Gəlin bir içərdən tanış edeyim evimizi. Yəni evimizdə hal-hazırda yaşayış da var. Evimiz yerdən 5 daş kürsülüdür. Demək, bura evimizin giriş hissəsi salondur. Bura öz üçün rahat qasmaq üçün, ayaqqabı qoymaq üçün köşə yer düzəldə bilərsiniz. Bura evimizin salon zeyli. Birinci salon zeylindən başlayaq. Yaxından çək. Bura yataq otağımızdır evimizin. Gördüğünüz gibi bakın yekə geniş otaqda özünüzdə görürsünüz şkaf, rahat, daha sonra komisyonu, bir dənə tavanı çəkərləşən tavanı. Gördüğünüz kimi otağımız genişdir. En qolun tanı keçək. Bakın evimiz kombi sistemindən quraşdırılır. Hər yerdə özəldə var. Bu evimizin qonaq tarihçəsidir. Gördüğünüz kimi qonaq otağımız da genişdir. Bakın tavanı çək. Buranı çək. Baxın, yəni dizayn olunmuş evimiz var. Gəlin yapın. Bura evimizin növbəti otağıdır. Növbəti yataq otağımız. Gördüyünüz kimi bol taxtların içində çox yekədir, çox iridir. Özü də görürsünüz, yəni otağımızda şkaf var, yataq var. Daha sonra uşaq yatağı var. Gördüğünüz gibi otağımız geniş bir şəkildədir. Yəni otağımızın mətbəxi ilə tanışayıq. Evimizin mətbəxi gördüyünüz kimi mətbəx hissəmiz də böyükdür. Mebellərə baxın. Hamısı yeni mebellərdir. İstifadə yararlıdır. Yəni mebellər evin içində qalır, amma digər əşyalar evlə birlikdə verilmir. Evlə bağlı əlavə nə suallarınız olarsa, direktdən və aşağıdakı nömrəmizdən əlaqə saxlaya bilərsiniz. Sağ olun.